Salam, sizi yeni bir videomdan salamlayıram. Hər birinizi xoş gördük. Bu günləri biraz alış-veriş videomuz var. Növbəti videolarımda demişdim, əvvəlki yəni videolarımda biraz bəbiş üçün aldıqlarımı sizlərlə müəyyən paltarlarını paylaşmışdım. Yenə indi onun gəlişi üçün bir-iki şeylər alınmamışdı. Onları getdik aldıq Sədərəkdən. İnşallah sağ-salamat gələr, sağlıqla işlədər. Belə bir dəst götürmüşük, yəni hamam dəsti, vanna dəsti. Hamısını bir yerdə qiymətini 30 manata götürmüşdük. Ayaqlı variantı da var idi qızlar, amma biz ayaqlı variantını götürmədik. O mənə elə gəlir biraz narahatdır, amma belə bir formada götürdük. Belə formada götürdük ki, rahat olsun. Ayaqlı forması mənə elə gəlir ki, biraz narahat gəlir. Ona görə də elə bu rahatdır. Tək yəni uşaq üçün getməmişdik qızlar Sədərəyə. Başqa alış-verişlərimiz də var idi. Kirvəmiz özü başqa yerə kirvəli aparırdı. O uşaqlara pal-paltara da getmişdik. Həm də yəni belə alış-verişlərimiz var idi uşaq üçün. Yəni təzə doğulacaq uşaq üçün inşallah sağlıqla doğulsun, sağ-salamat doğulsun inşallah. 3 uşaq üçün götürmüşdük. 3 ayaqqabı, 3 dəstə kostyum şalvarını götürmüşük. Gördüyünüz kimi ayaqqabıların yəni 3 uşaq üçün ayaqqabı, ikisi eyni idi. Birini balacanı tapa bilmədik. Biraz fərqli tapdıq. Eybi yoxdur. O balaca olduğu üçün razmer uyğun gəlmədi. Belə yəni amma 2 dənə böyük uşaqlarınki elə ikisinin də ayaqqabıları dəst oldu. Amma kostyum şalvarları, sərüçkaları yəni üçünkü də eynidir. İnşallah sağlıqla geyinsinlər, can sağlığına geyinsinlər. Onların da kirvəlikləri əbəd olsun, daim olsun inşallah. Belə qızlar, yəni aldıqlarımızı dedim sizlərlə çəkim, paylaşım. Düzdür, orada Sədərəkdə qarışıq oldu, tələsik oldu. Yəni çəkib sizlərlə paylaşa bilmədim, amma dedim, eybi yoxdur. Evdə gedərəm, sizlərlə çəkib paylaşaram. Kostyumlarını yəni salfandan çıxardıb göstərmədim sizə. İnşallah xonça bəzəyəndə onu da çəkib sizə göstərəcəm. Burada dedim, həm yorğun idim qızlar, həm də belə çıxardıb salmaq çox vaxt aparırdı. Ona görə də elə bu formada göstərdim. İnşallah xonçaları bəzəyəndə çəkərəm, sizlərlə də paylaşaram. Üçünün də dəsti eyni idi. Yəni üçünə də qara rəng alınmışdı. Bəylik kostyum şalvarı idi. İnşallah böyük toylarının kostyum şalvarlarını alarlar. Belə üçünə də sərüçka, hamısına başdan ayağa, yəni corabından tutmuş, ayaqqabısından tutmuş, iç geyimindən tutmuş, hamısını yəni götürmüşdük. Hamısını yəni üçünə də eyni götürmüşdük. Belə deyim qızlar. Aldıq, amma çox yorulmuşduq. İnan ki, heç halım yox idi. Çox gəzdik. Çünki düzdür, kostyum şalvara çox gəzmədik. Rahat tapdıq. Yəni elə bir uzaq yerə belə bir yerdən gəzdik. Yəni gəzmədik. Elə rahat tapdıq. Çox rahat tapdıq. Yaxşı oldu. Prosto biraz adam Sədərə istər-istəməz nə qədər nəyisə hasan tapsaq da belə adam yorulur istər-istəməz. Bilmirəm, düzdür, bu başqa yerə bazara gedirsən o qədər də yorulmursan, amma Sədərəyə gedəndə daha çox yorulursan nəinki. Bu da lentlərdir. Yəni bir də yanında smalikləri. Bunu da pampers səbəti üçün almışam. İnşallah onları da çəkərik, paylaşarıq o xonçalarımızı da. İnşallah paylaşarıq. Bunu da şirniyyat xonçanın üçün, yəni xonça bəzəyəndə şirniyyat üçün atdıq, götürmüşdük. Qızlar, bu corabı görəndə, yəni balaca minnoş bir balaca corabdır. Özümün uşaqlarımın uşaqlığı yadıma düşdü. Bir anlıq onu xatırlatdı. Çox balaca. İndi fikirləşirəm ki, yəni bir balaca ayaqdan uşaq böyüyür, yəni böyüyür, yekələnir. İnşallah sağlam canlarla böyüsünlər.
2 ədəd də papaq götürmüşük. Biri mavi, biri ağ, üstündə şəkilləri var idi. 2 dəstə, yəni dəsmal, kuxna dəsmalı idi qızlar. Nə qalın deyil, nə elə nazik deyil, yaxşıdır materialı. 2 manat 50 qəpik götürmüşdük, səhv eləmirəmsə. Nə yadımdadır qiymətləri, onları deyəcəm sizlərə. Bu da corab olmalıdır. Yadımda qalanları deyəcəm, yadımda qalmayanları üzrlü sayın. Çünki çox yorğun idim. Tələsik aldıq. Ona görə də çoxsu yadımda qalmadı. Bu da bir maykadır. Elə bil yəni belə deyim də, bir uşağın bütün dəsti bir uşağa 170 manata gəldi. Eləcə dəst paltarı, yəni ayaqqabısı, paltarı, yəni iç geyimi belə 170 manata. Bu da 2 dəstə bələk almışıq qızlar. Yəni fərqli rəng aldıq. Evdə də varımız idi. Ona görə də az aldıq. Deyərsiniz ki, azdır. Amma bundan oğlan dedi ki, 2 dənə və yaxud da 3 dənə çıxarda bilərsiniz. Bu da gül götürmüşəm. Rayona gedəcəkdim. Üstücə sağ atamın üstünə, əmmimin üstünə, yəni gül, yəni oraya getmişkən dedim alım. Orada gülün çeşidi çox idi. Yəni seçdim, bəyəndiklərim bu oldu. Yəni ora mənə rahatdır deyən, gül çeşidi çox olduğu üçün ona görə elə oradan götürdüm. Koleskamızı da almışıq, quraşdırarıq inşallah. Onu da yəni elə bu videonun sonunda quraşdırıb qoyacaq. Belə bir şulka aldıq. Yəni paltar şurkası. Bu qazanı mən özümə götürmüşəm qızlar. 40 manata deyildi, 35 manata zorla endirdik. Bir minnətlə verdi ki, yəni 35'lik deyil, belə elə. Belə qızlar, qaldıqlarım bu qədər. Sağ olun, Allah amanında qalın. Növbəti videolarımda görüşənə qədər kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm əziz izləyicilərim.